Hello guys, bugünkü dərsimiz əvəzliklər. Bu əvəzliklər mövzusu ingilis dilini başqa dillərdən nə qədər sadə olduğunu, nə qədər asan olduğunu göstərir. Diqqət etsək, subject and object. I, mən, me, həm mənə, həm məni mənasını verir. Yəni bir söz iki mənanı içində barındırır. Sadəcə cümlədə olan yerinə, məqamına, feilə görə bu iki mənadan birini verəcək mütləq. You, sən, you, sənə və ya səni və ya sizə və sizi. Bu da əgər feildən sonra işləndikdə bu mənanı verir. Feilin önündə isə sən və ya siz mənası verir. He, o, him, ona, onu. She, o qadın. Her, ona, onu, o qadın yəni nəzərdə tutulur. We, biz. Us, bizə, bizi. They, onlar. Them, onlara və yaxud onları. Misallarla bizə tam aydın olacaq bu mövzu. Diqqət edin. Tom knows Anna. Tom tanıyır Annanı. Annanı tanıyır Tom. İndi Tom yerində qalsa, Tom'un yerinə bir subject olaraq I, you, he, she, we, they bunların hamısını işlədə bilərik. Bəs objekti necə işlədirik? Yəni Annanı götürüb objektdə olan əvəzlikləri yerinə qoyaq. Tom knows me. Tom tanıyır məni. Tom knows you. Tom tanıyır səni və ya Tom tanıyır sizi. Tom knows him. Tom tanıyır onu. Tom knows her. Tom tanıyır o qadını. Tom knows us. Tom tanıyır bizi. Tom knows them. Tom tanıyır onları. İndi bunun digər bir mənasına diqqət edək. Misal olaraq Tom told Anna. Tom dedi Annaya. Bu səfər Annanı yox, Annaya mənası verir. Bəs burada yenə Annanı cümlə içərisindən çıxardıb yerinə objektdə olan əvəzlikləri qoysaq necə olar? Tom told me. Tom dedi mənə. Tom told you. Tom dedi sənə və ya sizə. Tom told him. Tom dedi o kişiyə. Tom told her. Tom dedi o qadına. Tom told us. Tom dedi bizə. Tom told them. Tom dedi onlara. Biz bu əvəzliklər növünü preposition, yəni söz önləri işlətdikdən sonra bu formanı işlətməliyik. Yəni, this letter isn't for me, it is for you. Bu məktub mənim üçün deyil, o sənin üçündür. Why are you looking at her? Sən niyə ona baxırsan? Look at-lə işlənir bizim dildən fərqli olaraq. Biz kiməsə baxmaq deyirik. Onların dilində düşünsək, kimdəsə baxmaq gedir. At burada, yəni həmin yerə niyə baxırsan kimi. Do you want to come with us? Sən bizlə gəlmək istəyirsən? You are sitting on it. Sən onun üzərində oturursan. Digər diqqət etməli olduğumuz məqam isə məsələn, please give it to me. Lütfən ver onu mənə. Lütfən onu mənə ver. Give it to me. Arasında to işlənməyinin səbəbi bunların mənalarının artıq fərqlənməsidir. Və ikinci misala baxsaq, can you give them to him? Sən verə bilərsən, onları ona verə bilərsən, lütfən. Onları ona verə bilərsən, lütfən. Burada them hansısa bir cansız varlıqları işarə edir. Him ona, o kişiyə verə bilərsən bunları. Yəni onları o kişiyə verə bilərsən. Burada them'in onları və yaxud onlara mənası verib vermədiyini bilmirik. Ona görə himin önünə to'yu artırıq. To'dakı a əşə keçisi olduğu üçün to him, yəni ona. Bunlar ikisi yan-yana işləndikdə artıq bunları bildirmək üçün arasına to girir. Və yaxud give book to him, ver kitabı ona. Yəni əvəzliklə feilin arasına nəsə bir şey girərsə, istər əvəzlik olsun, istər isim olsun, ondan sonraki əvəzliyin önünə to artırmalıyıq. Və ya başqa cür desək, give him this book, ver ona bu kitabı və yaxud give this book to him, ver bu kitabı ona. Diqqət elədiniz, yəni arasına book girəndə
arasına söz girəndə artıq əvəzinin önündə to işlənir. Thanks a lot for watching. İzlədiyiniz üçün təşəkkürlər. Please subscribe my channel. Lütfən kanalıma abunə olun. Have a good day.